Азербайджан внес большой вклад в нашу общую победу. Azərbaycan bizim ümumi qələbəmizə böyük töhfə verib. 120-dən çox Sovet İttifaqı qəhrəmanı əslən Azərbaycandandır. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur Katyusha raketləri istehsal edilirdi. Ona görə ki, həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin Sovet ordusu üçün neftin 70%-ni, benzinin 80%-ni, sürtkü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. Bunlar olmasaydı müharibədə qalib gəlmək mümkün olmazdı. Невозможно. İkinci Dünya müharibəsi ilə bağlı haqqında az danışılan, ancaq bu məqamda da ölkəmizin mühüm əhəmiyyətini ortaya çıxaran daha bir detal, hərbi texniki və bunların istifadəsini nəzərdə tutan yüklərin təyinat yerlərinə çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat marşrutudur. Yüklər Amerika Birləşmiş Ştatlarının Lend-Liz proqramı çərçivəsində Sovet İttifaqına daşınırdı. Daşımalar ilk dəfə 1941-ci ilin noyabr ayından başladı. Sovet Azərbaycanı üzərindən daşınan yüklər, hərbi təyinatlı və digər əlaqəli məhsulların sayəsində Sovet İttifaqı 6 diviziyanı deməli ön cəbhədə uzun müddətli saxlaya bilirdi. Yəni onun döyüş qabiliyyətini təmin edə bilirdi. Lend-Liz çərçivəsində SSRİ göstərilən yüklərin 45%-i bu koridor vasitəsilə daşınıb. 43-cü ilin fevralında o Stalingrad ətrafındakı döyüşlər və Stalingradın mühasirəsindən çıxmasına qədər Xəzər dənizindən Volqaya daşınan bu yol faktiki dayanır. Yəni burada Azərbaycan üzərindən quru yoldan və dəmir yolundan istifadə olunur. Amma 43-cü ilin fevralından sonra o yol yenidən öz gücü ilə tam işə düşür və 44-cü ildə ikinci cəbhənin açılması məqsədindən artıq Lend-Lizin gücləndirilməsinə bağlı yeni bir akt qəbul olunur və göndərilən o hərbi təyinatlı və digər təyinatlı məhsulların miqdarında yenidən artım olur. Və nəticə aydındır. Müharibə dövründə hər ötən ildə daşınan yüklərin həcmi 100 minlərlə ton artırdı. İndi biz görürük ki, Sovet Azərbaycanı neftinlə, canlı qüvvəsinə yanaşı, həm də malik olduğu o coğrafi əhəmiyyətinlə, malik olduğu coğrafiya ilə də İkinci Dünya müharibəsində faşizmin dəf edilməsi və o qələbənin təmin olunması da öz töhfəsini vermişdir. Şah İranı faşist Almaniyasından əməkdaşlıq eləyirdi və öz ərazisindən almanların çıxarılmasına müqavimət göstərirdi. Britaniya və Sovet İttifaqı birləşir, şahı devirir, şahı bunlar sürgün eləyirlər Cənubi Afrikaya və oğlunu taxta otuzdururlar və məcbur eləyirlər ki, o razılıq versin ki, bundan sonra hərbi təyinatlı olmayan əsas yüklər, yəni müdafiə xarakterli belə razılaşdırırlar ki, İran ərazisindən və Sovet Azərbaycan ərazisindən Sovet cəbhəsinə daşınacaq və bundan sonra o koridorun əhəmiyyəti biraz da artır və İranın bu deməli töhfəsinə görə sonra 43-cü ilin dekabrında Tehranda o konfrans keçirilir, onlar sahiblik edir və sonra da BMT yarananda İrana da ayrıca bir yer həmin o təşkilat çərçivəsində ayrılır. Lend-Liz ingilis sözü olub, kirayə borc vermək mənalarına gəlir. Elə buna görə də müharibədən sonra ABŞ Konqresi Sovet İttifaqına verilən hərbi təyinatlı yardımları geri istəyir. Təyinatı başa çatan az miqdarda hərbi məhsul qaytarılır. Lakin bunun fonunda qarşı tərəfdən cavab gecikmir. Keçmiş müttəfiqə bildirilir ki, qələbəni Sovet İttifaqı təmin eləyib. Ona görə də ittifaqın kiməsə nəsə qaytarmaq öhdəliyi yoxdur.